Herkese salam, kanalıma xoş gəlmisiniz. Bugün sizinlə birlikdə Türkiyədə Azərbaycanlı uşağın bağçada ilk günü adı altında video çəkəcəm. Başladıq. Başlığa getdik. Mən çox bəyəndim bağçanı. Bağçadan bizə demək belə bir şey verdilər. Uşağın yaxasına taxacaqlar, adın yazılıb üstünə. Sadəcə bunun beləncə iynəli olduğu biraz məni narahat elədi. Fikirləşdim ki, uşaqlar da itələşərlərlə, qaçıb eləyərlər, batar axır birinə. Oradan bizə dərs vəsaitləri bunları verdilər. Bunları göstərim. Deməli, bağçada həm Türk dilində məktəbə qədər hazırlıq, həm ingilis dili başlanğıc səviyyəsi, həm də dini və əxlaqi dərslər veriləcək. Deməli, belə. Bağçada deməli bir müəllim var. Müəllimdən əlavə tərbiyəçi var. Təmizliyə baxır, uşaqların təmizliyinə, yeməyinə. Ondan əlavə müdiriyyət və əlavə uşaq gelişim uzmanı var. Bu da uşaqların psixoloji vəziyyətini, psixoloji duygusal dəstək. Bəli. Ona görə bu cəhətlərdə bağçanı çox bəyəndim. Bağça ümumiyyətlə ailə bağçasıdır. Amma milli eğitim... Eşidirəm sənə, tamam. Gedir yatam, ayaqqabılarını giyin. Milli Eğitim Bakanlığı tərəfindən təsdiqlənmiş, tanınmış bağçadır. İnşallah ki, uğurlu olar, Atabərk bəyənər, sevər və daimi olar bağçası. Demək, dərs vəsaitlərini sizə göstərdim. Dərs vəsaitlərindən görə birbaşa pul almırlar ki, məsələn, bunu veririk sizə, bu qədər pul ödəməlisiniz. Elə deyil. İllik kırtasiya adı ilə, yəni dəftərxana adı ilə əlavə 10.000 TL ödəniş edirik. 10.000 TL də hardasa Azərbaycan pulu ilə 404 manatdır. Belə, aferin sənə. Yo, düz giyinmədin, tərs giyinmədin. Şəhər cazib gəlsin deyə ilk ona belə bir ozma vermişdilər. Şokoladlı ozma, bonu şəklidə aycan. Giyin, qəşəng giyin. Ondan əlavə Atabərkə şar verdilər. Belə bir kartçıqaydı. Bunun içində qol biləklik var idi. Günəşi salamlama belə smaylik var idi, gülümsəyən. Və analara belə not altında quru kafe verirlər, Türk kafesi. Bu qədər. Bu Atabərkin məktəb çantası. Məktəb çantasında nələr var? İndi sizə onu göstərəcəm. Hər ehtimala bez qoymuşam, mayka qoymuşam, əlavə idman dəsti, maski qoydum. Uşaqda ayağı islanar. Və belə ayaq altılar qoymuşam ki, birdən ayaqqabısını giyinmək istəməsə, qalın ayaqqabı belə giyinsin. Bakıda gedəndə bağçaya elə bunları giyinirdi. Belə. Bunun da hər ehtimala birdən narahat olsa, haycan, keyfini düzəltmək üçün qoymuşam. Giyinməyə ayaqqabı istədilər. Evdə bu var idi. Müvəqqəti bunu giyindirəcəm. Bir də belə su qabısı, yəni şəxsi. İndi ayaqqabılarını kuleka qoyub sumkaya qoyacam. Və bağça haqqında sizə məlumat vermək istəyirəm. Deməli, Türkiyədə dövlət bağçaları 4 yaş üzəri başlayır. Bələdiyyə bağçaları var ki, ora xarici vətəndaşlar alınmır. Və özəl bağçalar var ki, orada kurallar daha rahatdır. Sadəcə bizim hal-hazırdakı evimizə ən yaxın özəl bağçada 40 dəqiqəlik məsafədə yol var marşrutla və 2 marşrut dəyişdirmək məcburiyyətindəyik. Ona görə bizə sərf eləmədi və ona görə bu cür təhsil mərkəzi seçdik. Burada uşaqlar saat 10-dan 4-ə qədər təlim alırlar. Gün ərzində bir dəfə yemək, bir dəfə də meyvə arası olur. Uşaqlara ingilis dilinin başlanğıc səviyyəsi, məktəbə qədər təhsil və dini və əxlaqi dərslər verirlər. Bizim üçün əsas uşağın sosialləşməsidir. Ona görə ümumi götürəndə fikirləşirəm ki, evdə oturmaqdansa öz yaşlıları ilə bir mühitdə olmağı daha yaxşı olar. Və bu onun türk dilini öyrənməsində asanlaşdırar. Aferin sənə. Dedəmə bax. Wow, nə güclü olmusan. Aferin sənə. Gördüyünüz kimi vəziyyət heç də evdən çıxdığı kimi davam etmədi və beşləri mənə daşıdırır hal-hazırda. Bura valideynlərin gözləmə zalıdır. İlk gün valideyn qətiyyən evə getmir, bütün gün uşağı gözləyir, sonunda bir yerdə evə gedirlər. Daha sonralar isə valideyn gətirib uşağı qoyur və gözləmə zalında gözləyir. Uşaq anaya artıq evə gedə bilərsən deyənə qədər valideyn evə buraxmırlar. Bura qədər izlədiyinizə görə sizə təşəkkür edirəm. Kanalıma abunə olun, məni izləməyi unutmayın.
Bağçanın içi tamamilə bu yumşaq matrasla örtülüdür. Bu da uşaqların yıxılan zaman daha az zədələnmələrinə səbəb olur. Burada oyun otağından daha ətraflı çəkməyə çalışdım. Videonu ilk gün çəkmişdim və deməli birinci gün Atabərk uşaqlarının eyni vaxtda dərsə salmadılar. Uşaqlar digər otağa dərs keçdiyi vaxtda tək-tək uşaqları çıxardıb Atabərklə tanış edirdilər və oynadırdılar daha doğrusu ki uşaqlar ki daha rahat münasibət qursunlar, daha çəkingənlikləri az olsun. Bu qədər. Bağçada bu tərz etkinliklər edirlər və etkinlik sonrasında hazırladıqlarını özlərinə mükafat olaraq təqdim edirlər. Bu qədər məni izləməyi unutmayın. Sağ olun, sevgi ilə qalın.